bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir. Bu artıq bəlli bir faktdır. Biz bunu rəsmi şəkildə bəyan etməmişik, ancaq bu kifayət qədər işıqlanıbdır. Bu iki ölkənin ilk dəfə arasında baş verdiyi barışıq Türkiyə və İsrail arasında Azərbaycan burada vasitəçilik etmişdir. Bugün iki ölkə arasında baş verənlər ilk böhran deyil. Bu artıq ikinci böhrandır. Yaxın keçmişə nəzər salsaq, ilk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Təkcə burada Azərbaycan tək deyildir, ancaq biz aparıcı rol oynadıq. Bu qapalı qapılar arxasında baş verirdi. Biz bununla heç vaxt öyünmədik.